Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın rayonunda növbəti əmək yarmarkası keçirib. Yarmarkanın açılışında Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov işğaldan azad edilmiş ərazilərə böyük qayıdış proqramının icrası çərçivəsində doğma yurdlarına köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təminatı sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Bu tədbirlər sırasında əmək yarmarkalarının təşkilinə də xüsusi önəm verildiyi, işğaldan azad edilmiş ərazilərdə ötən dövrdə işə götürənlərlə sıx əməkdaşlıqda 36 əmək yarmarkasının təşkil edildiyi diqqətə çatdırılıb. Böyük qayıdış çərçivəsində işğaldan azad olunmuş ərazilərimizdə məşğulluğun təmin edilməsi Dövlət Məşğulluq Agentliyinin ən ümdə vəzifələrindən, eyni zamanda ən həssas yanaşdığı fəaliyyət istiqamətlərindəndir. Bu gün Laçında sayca 11-ci əmək yarmarkasını işə götürənlərlə bərabər təşkil etmişik. Və bu platformada biz Laçınlıların, Laçın əhalisinin burada işə götürənlərlə və onların təklif etdiyi vakansiyalarla yaxından tanış olması və eyni zamanda vakansiya tələblərinə uyğunluğun müəyyənləşdirilməsi platforması formalaşdırılıb və inanırıq ki, burada əmək münasibətlərinin başlanğıc üçün gözəl bir an və fürsət kimi qiymətləndiriləcəkdir. 21 müəssisənin ümumilikdə 90-a dək vakansiya təqdim etdiyi yarmarkada iştirak edən işsiz və iş axtaranlara vakansiyalar barədə ətraflı məlumat verilib. Onlar uyğun işlərə yönləndiriliblər. Bununla yanaşı vətəndaşlara Dövlət Məşğulluq Agentliyinin icra etdiyi aktiv məşğulluq proqramları və layihələri barədə də ətraflı məlumat verilib. Qarabağ Peşə Hazırlığı Mərkəzi də tədbirdə öz stendi ilə təmsil olunub. İşsiz və iş axtaran şəxslər mərkəzin fəaliyyəti, təşkil olunan kurslar və müraciət qaydaları barədə ətraflı məlumatlandırılıblar.